bir xüsusi təyinatlardan bir zabit mənə səs göndərmişdi, səs yazısını öz və xahiş elədi ki, bunu səsləndirim. Mənə çox xoşdur ki, bizi dinləyirlər və onlar haqqında danışmağımızı istəyirlər. Söhbət onların özündən getmir, özü deyir ki, heç mənim tanınmağıma ehtiyac da yoxdur. Amma deyir, doğrudan da siz oradakı danışırsınız, döyüşün bütün mərhələlərində Allah zuhur edir, deyir, siz necə onu orada ola bilirsiniz ki, biz burada onu hər gün hiss eləyirdik, Şuşada da hal-hazırda. Deyir, Allahı gözümüzlə görürdük sanki. Sonra mühasirəsindən danışır, deyir, Laçın koridorunu bağlamaq üçün, Şuşaya getmək üçün biz hücuma keçəndə 300 nəfər puskuya düşdük. Dedi, xahiş edirəm bunu səsləndirin, orada insanlar bilsin, bütün dünya bilsin ki, biz haqqıq. Puskuya düşdük, deyir, həm öndən, həm arxadan aramsız bizə tərəf ateş açırlar. Biz də oturduq yerə, neçə şəhid verdik, yaralı oldu orada. Bizə əmr olmuşdu ki, siz döyüşə orada girməyin. Çünki orada döyüşə girmək lazım deyildi, məsləhət deyildi, məqsədə uyğun deyildi. Onlar deyir, aramsız olaraq atır və biz dayanmışıq, nə önə gedə bilirik, nə arxaya. Heç arxaya getmək fikrimiz də yoxdur. Bizim beynimizdə bu vardı, ya ölüm, ya Şuşa, başqa bir fikrimiz yox idi. Ondan sonra deyir ki, bizə komanda gəldi ki, qalxın və Allahu Əkbər qışqırın. 300 nəfər insan deyir, birdən qalxdıq, Allahu Əkbər, təkbir deməklə gördük ki, ab-ı hava dəyişdi. Deyir, mən namaz qılan adamam, indiyə qədər elə şirin Allahu Əkbər deməmişdim. O təkbiri deyir, ömrümün axırınacan unutmayacağım. O elə bir təkbir idi ki, Allahı görə-görə Allahu Əkbər deyirdi, sanki Allah qarşımızdaydı. Deyir, heç bir ibadətimdən o qədər ləzzət almamışdım ki, o təkbirdən aldın. Deyir, biz təkbir qışqırdıq, bir gördük ki, ateş səsi kəsildi. Hücum elədi, gördük ki, postda heç bir düşməndən bir nəfər də qalmayıb. Görsən, Allah deyir ki, siz iradə eləyin, düşmən qaçacaq. O acizdir. Bu, bütün müstəvilərdə belədir. Hər yerdə belədir. Ondan sonra deyir, mən ona dedim ki, xalqın boynuna haqq qoymusunuz, bizim boynumuza haqq qoymusunuz, dedim, bizim heç bir haqqımız yoxdur xalqın boynunda. Biz 1000 canımız olsa, o xalqa qurban verməyə hazırıq. Səs yazıları məndədir. Dedi ki, biz hazırıq, heç kəsin bizə borcu yoxdur. Biz 1000 canımız olsa, necə İmam Hüseynin səhabələri deyirdi, bu xalqın yolunda verməyə hazırıq. Ondan sonra dedi ki, bizim əbəlfəzimiz var. Bizim əbəlfəzimiz var, bizim qeyrətimiz var, bizim mənəviyyatımız var. Bunlar şuar deyil, bunlar pafos deyil, bunlar real nəticə vermiş artıq praktikada özünü təsdiq eləmiş bir. Bizim qələbəmizin əsas səbəblərindən biri Allaha inanmamız idi. Başlıca səbəbi bu idi. Haqq olmağımız, Allaha sığınmağımız və mənəviyyatla düşmənlə mübarizəyə girməyimiz, mənəvi baxımdan onu üstələməyimiz. Bu bir mənalı şəkildə belədir.